Bugün siz məmur deyilsiniz. Şair kimi məmurların qapısını ürəklə aça bilirsiniz. Mənim bir şeirim var, deyirəm ki, məmura zəng gəldi xalq şairindən, nə xalqı tanıdı, nə də şairi. Şairini. Yox, bilirsiniz, rahat açmaq olmur. Təəssüflər olsun ki, tərbiyəsiz məmurlarımız çoxdur. Oho. Çoxdur. Və cənab prezident dəfələrlə deyib ki, siz özünüzü ağa kimi aparmayın. Xalq sizin nökəriniz deyil. Bunu başa düşməliyik. Cənab prezidentimiz bu qədər sadədir, bu qədər mehribandır. Məmurlar niyə heç olmasa bir örnək götürmürlər? Onlar şapalaq gözləyirlər də. Bu adamlar özləri yox, övladları qudurğanlıq edirlər. Gecə saat 2-dir, 3-dür, yatırsan, radyonun səsi verib maşında, magnitofonda keçir. Qanacaq olsun, burada xəstə var, uşaq var. Yuxudan oyanda adam yata bilmir səhərə kimi. Amma nə zaman ki, sənin salamat yerin qalmır, söyməmiş.